Əli əleyhissalamın dilindən olan bir hədisdir. Buyurur ki, Əli əleyhissalam, din pərdəsi məni sizin gözünüzdən gizlədib və mənim qəlbimin saflığı və niyyətimin təmizliyi sizin həqiqətinizi mənə göstərib. Mən bu hədisin deyəcən sizə oxumamışam. Din həqiqəti göstərmək üçündür. Əli əleyhissalam buyurur ki, müsəlmanlara deyir, qəbul etdiyiniz din bir pərdədir, qoymur məni görəsiz. Bəzən din hicaba çevrilir. O adam ki, səhv düşüncəsini dindən əsaslandırdı, öz düşüncəsi onun üçün bir müqəddəsliyə çevrilir, onunla döndərmək olur. Əli əleyhissalam xavaricə nə deyirdi? Deyirdi ki, siz ona görə alçaq adamlarsınız ki, düşmən sizin vasitənizlə haqqı nişan alır. Siz onun əlinin silahısınız. Siz olmazsa düşmənin heç bir təsir mexanizmi vasitəsi yox. Qəribə bir şeydir. Deyim, məni tanımağa mane olan əsas amil dindir. Hansı din? Sizin yaratdığınız o dini, saxta dini düşüncə. Əlini tanımaq çətin deyil. Nəfs dini təhrif edir, din hicaba çevrilir, adam əlini görə bilmir. 300 Quranda ayə var əlinin şənində. Allah bu qədər tərif edir əleyhissalam. Ondan sonra buyurur ki, mənim qəlbimin saflığı və təmizliyi sizi mənə olduğunuz kimi göstərir. Əli əleyhissalamın da imtihanı buydu. Peyğəmbərin zamanı idi. Allah soruşur Peyğəmbər vasitəsilə, Əli hazırsan Allah yolunda döyüşəsən? Deyir, baş üstə, elə hazıram, döyüşüm, haqq yolunda vuruşum, razıyam, tikə-tikə doğranım bu yolda. Əlim meydana girirdi, ən həssas məqamlarda əlini yollayırdı Peyğəmbər. Peyğəmbərin yatağında uzanırdı ən həssas vaxtı. Döyüş müqəddəratını onun zərbələri həll edirdi. Həmin Əli ki, döyüş meydanında qılınc əlində dincəlir, Peyğəmbər vəfat eləyib. Əli, Zəhranı qorumağa hazırsan, canımı verərəm Zəhranın yolunda. Amma yox. İmtihan başqadır, əmr dəyişdi. Hamının gözü qabağında Zəhraya zülm olunacaq, sən gərək səbr eləyəsən. Əli deyir, baş üstə, razıyam. O cihad eləyəndə Allaha görədir, sakit oturanda da Allaha görədir. Əsl mömin nümunəsidir. Özdə kimlə sınağa çəkir Allah? Əlini Fatimə ilə. Canından keçmək daha asandır, Fatimədən keçmək çətindir Əliyə. Məktub yazır onlara, yazır deyir, əgər danışsam, deyəcəksiniz ki, həsəddən danışıram. Yox, əgər sakit qalsam, deyəcəksiniz, Əli ibn Əbu Talib ölümdən qorxur. Mənim ölümə olan istəyim südəmər uşağın ana südünə olan istəyindən çoxdur. Mən o adamam ki, ölüm acısını Allahın düşmənlərinə mən daddırırdım. Qaranlıq gecələrdə zülmət fitnəsinin qarşısında düşmənin bayrağın yerə endirən mən olmuşam. Peyğəmbərin üzündən qəmə aparan mən olmuşam. Çünki cihad əmri verən Allahdır, səbr əmri verən həmin Allahdır. Özü deyir, boğazımda sümük, gözümdə tikan olan adamın vəziyyətindəydim. Xutbə oxuyur, biri qalxır, eyvah, sən məzlumsan Əliyə deyir, deyir, gəl yaxına, deyim sənə. Deyir, and olsun ki, səhraların qum dənələri qədər məzlumam, mənə zülm olun. Axırda deyirdi, Peyğəmbər vəfat eləyən gündən mən məzlumam.